Dəyərli izləyicilər, hər zaman şikayətlənirik ki, bilet qiymətləri çox bahadır, arzuladığımız səyahəti gerçəkləşdirə bilmirik. Çünki təkcə elə bilet qiymətləri o həddədir ki, hansısa səyahət həyata keçirmək çətindir. Haqlısınız, çünki turizm şirkətləri təbii ki, indi yay qiymətlərinə keçiblər, aviakompaniyalar yay sezonuna keçid ediblər. Bu o deməkdir ki, yay sezonuna keçid edəndə hər zaman qiymətlər baha olur. Amma mən sizin üçün araşdırma apardım və indi araşdırmanın nəticəsini sizin nəzərinizə çatdıracağam ki, son fürsətlərdən biri də nədən ibarətdir? Belə ki, baxın, Avropa, Amerika və digər birbaşa uçuşu olmayan şəhərlərə hal-hazırda ən münasib Lufthansa hava yolu ilə mümkündür. Və bilirsiniz ki, low cost aviakompaniya deyil və hətta Bakıdan birbaşa olaraq Frankfurt şəhərinə Almaniyanın uçuş icra edir. Məsələn, qiymətləri indi sizin nəzərinizə çatdırıram. Bakı, Frankfurt, Bakı. Yəni 2 bilet birlikdə 599 manatdır. Bakı, Münhen, Bakı 693 manatdır. Yəni 2 bilet gediş və dönüş. Bakı, Amsterdam, Bakı 763 manatdır. Eyni zamanda Bakı, Kopenhagen, Bakı o da 773 manatdır bu biletin qiyməti. Amma bu qiymətlər də sabit deyil. Deyim ki, demək biletlərin dəyəri od qiymətinə qalxmadan avia biletləri öncədən əldə etməyə tələsin ki, indidən artıq biləsiniz ki, əlinizdə biletiniz var və bu şəhərlərə səyahət edə bilirsiniz. O baxımdan da hara müraciət edirsiniz? C Group Travel-a dəyərli izləyicilər, 10 illik təcrübəyə malik olan bu şirkət ilə xəyallarınızı, səyahətlərinizi gerçəkləşdirin. Əlaqə nömrəsini də qeyd edirəm və eyni zamanda ünvanı da 055 255 24 45 telefon nömrəsi ilə əlaqə saxlayaraq siz həmin o biletləri əldə edə bilərsiniz. Hər birinizə gözəl xəyallarınızdakı səyahəti gerçəkləşdirməyi arzulayıram, dəyərli izləyicilər.